Canımı canan istəmiş, minnət canıma. Can nədir ki, verməyəm cananıma. İlk baxışdan qadına sevgi başa düşülür, amma məna çox böyükdür. Allah Həzrət İbrahimdən oğlunu qurban ver deyəndə Füzuli İbrahimin dilindən bunu deyir. Məna odur ki, canan Allahdır, can da İsmail əleyhissalamdır. İbrahim əleyhissalam qədər həyatda oğul istəyən ikinci bir ata olmayıb, deyilən bu olub. Amma Allaha sevgisindən onu Allah yolunda düşünmədən qurban deyib. Bilirik ki də Allah o qurbanı başqa cür əvəz eləyib imtahandan çıxdığına görə. Deyir, bizi aldadıblar. Deyilən budur ki, insanların sənə necə davranmağını istəyirsənsə, onlara qarşı elə davran. Amma yox, insanların sənə qarşı necə davranmağını istəyirsənsə, özünə qarşı elə davran. Əslində birincidə olmadığın kimi görsənməyin var. İkincisində özünü tanımağın var. İnsan da özünü tanıyanda Allahı tanıyır.